Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə fontlardan danışacağıq. Font hər hansı bir mətnin tərkibində olan yazının yazı stilini müəyyən eləyir. İki yerə bölünür. Serif fontlar var, sans serif fontlar var. Bunların əsas fərqi ondan ibarətdir ki, serif fontların kənarlıqlarında belə bir çıxıntılar olur. Əgər quyruq yoxdursa, daha düz bir görüntü varsa, bu sans serif fontlara daxildir. Deməli, biz belə bir folder yaratmışıq və fonts adında folder yaratmışıq və onun daxilində index faylı və image folderi yaratmışıq. Bu folderdakı şəkildə sizə serif və sans serifi göstərmək üçün yüklədiyim fotodur. İndi gəlin keçək dərsimizə. Bir dənə P tagi yaradırıq və bunun üstündə gəlin bir dənə də H1 tagi yaradaq. Bura 2 sözlük bir Lorem mətni yazırıq. Burada bir 15 sözlük Lorem mətni yazaq. H1 teginə deyirəm ki, ilk növbədə gəlin brauzerdə baxaq görək bu necə görsənir. Burada style yazmadığımız üçün. Deməli, bizim bir H1 tegimiz oldu və bir də P tegimiz oldu. Gördüyünüz kimi buradakı standart fontumuz bizim serif fontdur, yəni əlavə burada künclüklər var. İndi gəlin bunun biz fontunu dəyişək. Gəlirik bura. Deyirik ki, H1 teginin əgər fontunu dəyişmək istəyirsə, biz font family adında property'dən istifadə edəcəyik. Biz bura bir serif font əlavə eləmək istəyirik. Gəlin, daha doğrusu serif font olduğu üçün sans serif əlavə eləyək və dəyişikliyi görək burada. Səhifəni yeniləyirik. Gördüyünüz kimi bir sans serif font yarandı. Görürsünüz, əlavə çıxıntılar yoxdur. Küncləri bütövdür. Digər font propertilərindən də danışaq. Bizim font size adında da propertimiz var. Font size bizim fontumuzun ölçüsünü tənzimləmək üçün istifadə edirik. Large var, larger var, medium var. Daha konkret ölçü vermək istəyiriksə, bunlardan başqa biz məsələn piksel, faiz kimi xüsusiyyətlərdə onu əlavə eləyə bilərik. Gəlin bunun dəyərini yazaq 32 piksel. Və gördüyünüz kimi heç bir dəyişiklik olmadı. Çünki bizim H1 teginin standart, default olaraq ölçüsü 32 pikseldir. Biz bunu azalda bilərik. Məsələn 16 piksel eləyək. Yenilədik. Gördüyünüz kimi bizim ölçüsü burada balacalaşdı. Daha sonra font weight xüsusiyyətimiz var. Burada biz qalınlığı tənzimləyə bilirik. Məsələn, bizdə bolddur, daha qalındır gördüyünüz kimi bizim font family'miz. Gəlin bura 100 yazaq. Gördüyünüz kimi qalınlıq azalmış oldu. 900 yazsaq daha qalın bir görüntü almış olarıq. Bu da dediyim kimi bizim mətnin qalınlığını tənzimləmək üçün istifadə olunur. Daha sonra font style xüsusiyyətimiz var. Font style xüsusiyyəti onun hansı formada yazıldığını, stilini göstərir. Məsələn, italik yazsaq yana doğru yatmış şəkildə biz görüntü almış oluruq. HTML dərsində də biz i tegində bunu göstərmişdik. Məsələn, baxın, bunu silib bu hissəni i teginin daxilinə alsaq, yenə həmin görüntünü almış olarıq. Gördüyünüz kimi yenə həmin görüntünü aldıq, çünki məna eynidir. Daha sonra biz rəng də verə bilərik. Məsələn, aqua rəngini verək, baxaq. Gördüyünüz kimi rəngimiz də dəyişmiş oldu. Yəni P teginə də başqa bir font family verək, fontunu dəyişək. Belə deyim, bizim standart font familylərimiz var. Yəni burada yazılan fontlardan əlavə biz fontlar da istifadə edə bilərik və bunun üçün biz Google Fontsa getməliyik.
Gəlirik bura Google Fonts yazırıq və daxil oluruq sayta. Məsələn, bir dənə font burada götürək. Elə robot olsun qoy. Bu fontu necə istifadə edə bilərik? Gəlirik bura Roboto fontunu götürmək istəyirik. Get fonta daxil oluruq. Gördüyümüz kimi burada Roboto yazılıb. Get embed kod eləyirik. Burada gördüyünüz üçüncü linki kopyalayıb gəlib burada bu hissəyə hidin daxilində yazsaq, artıq bu o deməkdir ki, biz Roboto fontunu burada istifadə edə bilərik. Nəinki Roboto, istədiyimiz hər hansı bir fontu eyni bax bu göstərdiyim qaydada biz səhifədə istifadə edə bilərik. Burada fontlar çoxdur. İndi məsələn biz bu fontu sırf H1-ə tətbiq eləmək istəyirik və yaxud P-yə gəlin tətbiq eləyək. H1-ə bir font vermişik. Tətbiq eləmək üçün nə edirik? Gəlirik bura, fontun adını dırnaq daxilində yazırıq. Roboto. Dırnaqdan sonra vergül qoyub hansı fonta aid olduğu, hansı formaya aid olduğunu qeyd edirik. Gördüyünüz kimi sans serif fontdur, yəni çıxıntı yoxdur. Roboto sans serif yazmağımız kifayət eləyir ki, bu səhifədə özünü göstərsin. İndi bax gördüyünüz kimi bu hissəni görürsünüz. Bura dəyişəcək. Gördüyünüz kimi artıq Roboto fontu biz Roboto fontunu istifadə edə bildik. Burada da yenə də ölçüləri biz dəyişə bilərik. Məsələn, font sayısını 10 piksel qoyaq, daha kiçik bir görüntü almış olacaq. Gördüyünüz kimi eyni digər belə deyək propertiləri artıq biz bu kənardan gətirdiyimiz Roboto fontuna tətbiq eləyə bilirik. Biz burada müxtəlif propertilər də bunlara əlavə eləyə bilərik. Məsələn, biz istəyə bilərik ki, bunların hamısı böyük yazılsın və yaxud bunların arasında müəyyən məsafələr olsun. Gəlin o propertilərlə də tanış olaq. Məsələn, gəlirik bura, burada P teqində görürük ki, bizdə 2 sətr istifadə olunub və bu sətirlər arasında biz məsafəni artırmaq istəyirik. Sətirlər arasında məsafəni artırmaq istəyiriksə, onda biz bura gəlib line height xüsusiyyəti verməliyik. Bunun dəyərini məsələn 10 piksel eləyək. Gördüyünüz kimi 10 pikseldən çox olduğu üçün standart olaraq daha da yaxınlaşmış oldu. Məsələn 10 piksel yox, 40 piksel yazsaq, aradakı məsafə bir xeyli artacaq. Yəni 40 piksel qədər burada məsafə yaranacaq. Daha sonra biz burada gəlin bunu biraz azaldaq. Daha səliqəli görsənsin. Daha sonra biz deyə bilərik ki, hərflər arasındakı məsafə çox olsun. Gəlin bunu H1-ə tətbiq eləyək. Bu zaman letter spacing adlanan xüsusiyyəti biz istifadə eləyəcəyik. Məsələn, 10 piksel qədər hərflər arasında məsafə olsun istəyirəm. Gördüyünüz kimi hərflər arasındakı məsafə 10 piksel qədər artmış oldu. Daha sonra bizim text transform xüsusiyyətimiz var. Məsələn, bura yazırıq text transform. Əgər biz bura uppercase desək, gördüyünüz kimi bütün hərflər böyük yazıldı. Və yaxud biz bura gəlib lowercase desək, bütün hərflər kiçik yazılacaq. Və daha sonra xüsusiyyətimiz də var. Bu da standart olaraq hər sözün ilk hərfini böyük yazdırır. Məsələn, gəlin burada bir dənə də əlavə eləyək. Lorem. Gördüyünüz kimi biz bunu kiçik də yazmış olsaq. Daha sonra bizim text decoration'ımız var. Belə bir xüsusiyyətimiz var. Gəlin onu da P teqinə əlavə eləyək. Məsələn, text decoration overline desək, görək nə dəyişiklik olacaq. Gördüyünüz kimi hər bir sətirdəki sözün üst hissəsinə
xətt çəkmiş oldu. Daha sonra nə var? Overline istifadə elədik. Underline var. Altından xətt. Daha sonra nə var burada? Üstündən xətt çəkmək var. Yazının tən ortasından xətt çəkir. Və bu kimi də göstərdiyim kimi əlavə də propertilərimiz var ki, biz bunları da mətn üzərində işləyərkən istifadə edə bilərik. Bizim font mövzumuz da bu qədər. Gələn dərslərdə görüşərik. Sağ olun, özünüzdən müğayət olun.